İlham Əliyev, Laçın rayonundakı məcburi köçkünlər Bakıya dönüş eləmək istəyir. Səbəb, sən onlar üçün tikdiyin giydirmə evlər onların başına uçur. Evləri su basıb. Xalqdan oğurladığın pulların cəmi bircə faizini sən o evlərə xərcləməmsən. Ona görə millətin başına uçur. Artıq ikinci dəfə məcburi köçkün olacaqlar. Zəhmət olmasa videoya baxın. Danış, sən danış. Sizdən xahiş eləyirəm. Prezidentimizdən də xahiş eləyirəm. Allah kömək olsun, getdi, yırtdı, dilimiz şükürə gəldi. Vallahi bizə baxan yoxdur, nümayəndəmiz yoxdur ki. Biz dərdimizi kiməsə deyək. Bundan neçə dönədir, mənim uşağımın evini su basır, belə şey olar. Fövqələrdə də deyir ki, suyun içində qalmamışsa, baxmamışsınızsa, qorxma. Suda sızsa dentolet göndərə sizi çıxarsın, elə şey olur. Yağış yağır, mənim uşağım qalır, ərzaqı hamı suyun içindədir. Baxan yoxdur, kəndimizə baxan yoxdur, nümayəndə yoxdur.